Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hamdan kesiran tayyiban mübarakan fihi. Allahumma subhanaka la ilme lana illa ma allamtana. İnneke entel alimul hakim. Allahumma salli ve sellim ve barik ala abdika ve rasulika Muhammed ve ala alihi ve sahbihi ecma'in. Emmə ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Amma yaxın otursaq yaxşı olardı, qardaşlar. Hə? Yaxın otursaq yaxşı olardı. Bəzən görürsən, rahatlıq istəyir adam, söykənir. Yəni, elm məclisi, qardaşlar, belədir ki, bu elm məclisidirsə, gərək rəğbət nəsə tələb etmək olsun. Yoxsa nə yiyib içmək məclisidir, nə istirahət məclisidir ki, söykənib oturasan. İstirahət məclisi olanda adam söykənir, ayaq uzanır, oturur. Elm məclisində, qardaşlar, gərək elə olsun ki, yəni, insan bu elm tələb etməyin hərisliyinə dəlalət edir. Kim ki, yaxın oturur, yazır, eləyir, əzbərləyir və s. Ona görə yaxşı olar ki, həm də saatlarla oturmuruq, 20 dəqiqə, yarım saat uzağa oturub faydalanırıq. Ona görə söykənməyə ehtiyac yoxdur, yaxşı. Və sonra, qardaşlar, yəni, ilk növbədə, yəni, Allah təbaraka və teala həmd edirəm ki, yəni, belə əmin-amanlıq bizə nəsib edib. Həqiqətən əmin-amanlıq neməti Allah tərəfindən böyük nemətdir. Əmin-amanlıq neməti Allah tərəfindən böyük nemətdir. İnsan bunun itirəndə mahiyyətinə varır. İtirəndə hiss edir ki, nə qədər əmin, aman yaşayırdıq, indi isə yoxdur. Ona görə nə qədər ki, belə yəni, dinimizi təbliğ edə bilirik, insanları marifləndirə bilirik, öyrənib örgədə bilirik, rahat ibadət edə bilirik, gərək bir o qədər də Allah Taalaya həmd edək ki, Allah Taala bu neməti bizə artırsın, azaltmasın. Və sonra qardaşlar, yəni xatırladıram ki, və daim dəstədə xatırladıram ki, hidayət neməti Allah tərəfindən sənə verilən ən böyük nemətdir. Kim ki, İslamla hidayətlənib, İslam nemətindən, gərək bunu daim yadında saxlasın ki, Allah tərəfindən sənə ən böyük nemət verir. Vallahi, daim qeyd edirəm məclislərdə, Məkkədə, Mədinədə, haramın yanında olan insanlar var, hansı ki, orada göz açıb, orada böyüyüblər, ibadət eləmirlər. Təsəvvür edirsiniz, Məkkədədir, haramın yanında, məscidin yanında evləri var. 30 il, 50 il, 50 yaşındadır, soruşsan deyir, namaz qılmıram deyir. Yəni, sən hardan hara gör, Allah Teala sən hansı bir məkanda, hansı bir məntəqədə, harada sənə hidayət verib, yəni bu, Allah tərəfindən böyük nemətdir. İnsan gərək bunu mütləq dəyərləndirsin. Dəyərləndirməsə, Allah Teala onu, yəni ondan ala bilər. Yəni, dəyərləndirmək necə olur, qardaşlar? Yəni, insan, yəni, əslində, sən dəqiq biləndən sonra ki, bu neməti Allahdan başqa heç kim verə bilmir, bu neməti Allahdan başqa heç kim verə bilmir və verən Allahdır və özünə baxır ki, özü də hidayət olunub, yəni Allah məni verib, Allah məni seçib, artıq insan bunu mütləq dəyərləndirməlidir ki, əldən çıxmasın. Yoxsa, hidayət neməti başqa nemətlər kimidir. Başqa nemətlərə şükür etməyəndə azalır, azalmır, qardaşlar, azalır. Hidayət nemətini də şükürünü etməyəndə Allah Teala hidayət nemətini səndən alır. Yəni, insan, Allah Təbaraka və Teala xitab edir, buyurur ki, Ya yuhənnəs, əntumul fuqara'u ilallah. Ey insanlar, yəni, baxsaz xitablara Quran-ı Kərimdə, xitablar müxtəlifdir və görürsən, Allah Teala bəzən iman əhlini çağırır, Ya yuhəlləzinə əmənu və bəzən deyir, Ya yuhənnəs. Və bu xitabda da Allah Teala bütün insanlara xitab edir, deyir ki, və bildirir ki, Allah Teala, Ya yuhənnəs, əntumul fuqara'u ilallah. Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Sizin hamınız Allaha fəqirsiz. Yəni, iman gətirənlər tək yox, tək möminlər yox. Bütün insanlar Allah Teala'ya fəqirdir. Vallahu huvəl ğaniyyul hamid. Allah isə zəngindir, heç nəyə ehtiyacı yoxdur. Yəni, insan, nəyə görə bu ayəni zikr etdim? Yəni, insan hiss etsə ki, Allaha möhtacdır və möhtaclığını biruzə versə, Allaha ən yaxın olan insan odur, qardaşlar. Yəni, mömin nə qədər ki, yaşadığı müddətdə Allaha olan zəlilliyini, möhtaclığını üzə çıxardarsa, bir o qədər də Allaha yaxın olar. Aydın oldu? Yəni, Allaha möhtaclığı, zəlilliyi insan necə çıxarda bilər üzə? İnsan namaz qılmaq, qardaşlar, ən bariz nümunəsidir qulluğun. Yəni, insan 5 vaxt namaz qılmaqla artıq görsədir ki, zəlildir Allaha. 5 vaxt namaz qılmaq, ona görə fikir verin, namazın əhkamlarına, formasına fikir versəz, görərsiniz ki, zəllillik əlamətidir hamısı.
qiyamda dayanmaq, rüku, xüsusən səcdə. Yəni səcdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, qulun Allaha ən yaxın olan vaxtı səcdədə olan vaxtıdır. Ona görə səcdədə duaları çoxaldın. Ona görə Allah Taala bilib ki, qulları ona nə qədər möhtacdır, namazda səcdəni rükudan daha çox eləyib. Elə deyil. Namazda səcdə daha çoxdur, nəinki rükudan. Ona görə Allah Taala bilib ki, qulları möhtacdır ona, səcdəni artıq edib ki, qulları yalvarsınlar ona. Ona görə kim bu dünyada Allaha olan möhtaclığını, zəllilliyini çox göstərəcəksə, bir o qədər Allaha yaxın olacaq. Bir o qədər Allaha yaxın olacaq. Allah Taala səndən, məndən, hər birimizdən görmək istəyir ki, biz onun qarşısında nə qədər zəllilik. Yəni, zəllillik çıxmalıdır üzə. Zəllillik çıxartmalısan. Onun əmrlərini yerinə yetirib, qadağanlarından çəkinməklə. Baxın, deyəndə ki, müsəlmanam, yəni nəyəm? Təslim olanam. Elə deyil. Müsəlman sözünün mənası istisləm. Yəni, Allaha təslim olan, misal üçün, insanlardan misal çəkim, Allahın misalı daha ucadır. Bir insan əsir düşəndə, düşmənə təslim olanda, düşmən nə deyirsə, təslim olan insan etmir. Yəni, bu deyil, mən artıq təslim olmuşam. Nə istəyirsən eləyirəm. Təslim olub. Nə istəyir elətdirir ona. Deyir, filan şeyi elə eləyir, filan şeyi etmir, filan şeyi elə edir. Artıq ona təslim olub. Yəni, təslim olmaq, sən Allaha təslim olmursansa, mütləq Allahın dediklərini eləməlisən. Yoxsa, sən içki içirsənsə, sigaret çəkirsənsə, söyüş, Allah Taala deyir, yalan danışma. Yalan danışırsansa, oruç tutmursansa, sən Allaha təslim olmursan, olmamısan. Allaha təslim olan, mütləq Allahın, yəni sən Allaha təslim olmursan. Yəni, Allahın dediklərinə, əmrlərinə boyun əymirsən və qadağanlarına çəkinmirsən. O mənadır. Yəni, müsəlman sözün mənası odur. Yəni, sən sınmırsan Allahın qarşısında. Yoxsa ki, insan Allahın əmrlərini yerinə yetirmirsə, onun qadağan etdiyi şeylərdən çəkinmirsə, artıq onun təslimiyyəti, yəni təslim olması zəifdir. Ona görə Allah qatında insan qardaşlar heç surətinlə, zahiri görkəminlə, mal dövlətinlə, var dövlətinlə uca olmur. Yəni, insan bu dünyada hansısa bir hökümdarın, yəni padşahın yanına gedəndə insan nə formada gedir? Yəni, insan zahirini düzəldir ki, yəni, orada bir naqislik görməsin. Geyinir, bəzənir, ətirlənir, ən yaxşı libasını geyinir, gedir padşahın yanına, misal üçün. Amma Allah yanına belə deyil, qardaşlar. Allah yanında, yəni insanlar, Allah Taala insanların zahirinə baxmayacaq. Biri ola bilsin şikəst olsun, biri ola bilsin bədəndən naqis olsun, biri arıq, biri kök, biri misal üçün ayaqları olmasın, biri zahirən eybəcər olsun. Allah yanında bu oynamır o. Allah Taala nəyə baxır insanın? Qəlbinə baxır, qardaşlar. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, İnnəllâhə la yanzuru ilə suvarikum və la əcsədikum. Allah Taala sizin cəsədlərinizə, surətinizə baxmır. Və lakin yanzuru mə fi qulubikum. Allah Taala sizin qəlblərinizə baxır. Ona görə Allah yanına səlim qəlblə getmək lazımdır, zahirən yox. Yəni, insan zahirdə çox gözəl ola bilər, hər bir şeyi normal ola bilər, lakin Allah yanında ən pis insan ola bilər. Allahın qəzəbinə gələn birisi ola bilər. Ona görə insan biləndən sonra ki, Allah Taala insanın qəlbinə baxır, mütləq insan öz qəlbini müalicə eləməlidir ki, Allah sənin qəlb qardaşlar Allahın baxdığı yerdir. Qəlb Allahın baxdığı yerdir. Əgər Allah o qəlbə baxırsa, deməli sənin qəlbində həsəd, kin, paxıllıq, şirk, asilik olmamalıdır. Allah Taala ora baxır. Ona görə insan bu dünyada qardaşlar, mömin xüsusən daima fikirləşməlidir ki, necə Allahın yanında yaxşı olsun. Necə eləsin ki, bu həyatda Allah yanında hörmətli olsun. Bəzilərimiz, çox təəssüflər olsun, kimsə şan şöhrət sahibidir və ya var dövlət sahibidir, yaxınlaşır onun yanına. İstəyir onun yanında yaxşı olsun, onun yanında adsanı olsun, yəni, hörməti olsun. Əslində mömin qardaşlar, həqiqi İslam dinini başa düşən insan, Allahı tanıyan insan, belə insanlardan uzaq olub, Allahın yanında hörmətli olmağa çalışmalıdır. Sənin bütün himmən,
rəğbətin, bu dünyada istəyin nə olmalıdır? Necə edim ki, yaşadığım müddətdə Allah yanında yaxşı olum, Allah yanında xeyir, Allah yanında hörmətli olum, Allah yanında qiymətli olum. İnsan bunun üzərində çalışmalıdır və bunun yeri birdir, qardaşlar. Ona görə Allah təbaraka və teala buyurur ki, İnnəmə əkraməkum indallahi ətqakum. Sizin ən hörmətliniz Allah yanında kimlərdir? Demir Allah Teala sizin libasda yaxşı olanınız, nəsil nəcabəti olanı, var dövləti olanı. Xeyr. Deyir ki, sizin Allah yanında ən hörmətliniz, ondan ən çox qorxanınızdır. Allahdan ən çox qorxub təqvalı olandır. Yəni, kim təqva sahibidirsə, yəni insanlar təqvada fərqlənmir. Fərqlənirlər. Məhəbbətdə, qorxuda fərqləndiyi kimi, insanlar təqvada da fərqlənirlər. Ən çox təqvalı olan Allah yanında ən çox hörmətli olandır. Təqvanın ən gözəl tərifi, qardaşlar, yəni kim bilmək istəsə ki, yəni təqva nədir? Təqvanın ən gözəl tərifi bil ki, təqva yəni Allahın əmirlərini yerinə yetirib, onun nəhi, qadağan etdiyi şeylərdən çəkinməkdir. Yəni, bir insan necə seçə bilər ki, qarşındakı 2 nəfər Allah yanında ən çox hörmətli hansıdır? Baxır, ən çox təqvalısı hansıdır? Təqva nə idi? Baxır ki, kim hansı Allahın əmrlərini daha çox yerinə yetirir və hansı Allahın nəhy etdiklərindən daha çox çəkinir. Ona görə insan bəzən çox naqisliklərdəndir ki, insan baxırsan ki, asidir, günahkardır, lakin biraz imkanı var, dövləti var, miniyi var, evi var, eşiyi var, yaxınlaşır onun yanına. Onunla ünsiyyət qurur. Bəlkə də Allah yanında ən pislərdəndir qiyamət günü. Asidir axı. İnsan gərək asilərin yanına deyil, qardaşlar. İnsan kim ki axtar bu dünyada, kim ki Allaha itaat edir, Allahın qarşısında zəlildir, Allahın dinini çox yaşayır, kim çox təqvalıdır, onlarla ünsiyyət qur. Onlarla ünsiyyət qur ki, səni Allahdan yayındırmasın. Yəni, insan, xülasə, yəni insan daim, qardaşlar, fikirləşməlidir ki, bu dünyada rəğbəti ancaq Allah yanında yaxşı olmaq olsun və Allah yanında yaxşı olmaq üçün sən bu dünyada möhtaclığını çıxartmalısan üzə Allaha. Ən gözəl əlaməti də qeyd etdim ki, namazdır, qardaşlar. İnsan namaza mütləq fikir verməlidir. Əhkamlarına, rükunlarına, bütün sözlərinə və s. Və həmçinin bariz nümunələrdən, əməllərdən biri duadır. Hansı ki, dua etməklə sən qıraqdan, dua sənin Allaha ən çox möhtac olmağını bildirir. Yəni, misal üçün, sən dua edəndə yalvarırsan Allaha. Yalvarış halı artıq görsədir ki, sən möhtacsan ki, Allaha yalvarırsan. Ona görə dua etməyən insan təkəbbür insandır. Yəni, sənin heç nə ehtiyacın yoxdur, əl açıb Allahdan istəmirsən. Dua etməyən insan əzbərin. Dua etməyən insan təkəbbürlü insandır. Yəni, bir növ ehtiyacı yoxdur heç nəyə. Allaha ki, əl açım dua eləyim. Ən çox dua eləyən, yəni duanı çox edən insan bil ki, Allaha möhtaclığını çox bildirən insandır. Kim çox dua edir, artıq qıraqdan görsənir ki, nümunədir ki, dua edən, bu gör, nə qədər Allaha ehtiyacı var bunun. Nə qədər möhtacdır ki, gecə-gündüz yalvarır Allaha. Bax, ona görə dua, qardaşlar, ən gözəl əlamətdir ki, sənin Allaha möhtaclığını çıxartsın üzə. Dua etməyən insan Allahdan uzaq olan insandır. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Əd-dua'u huvəl-ibadə. Dua ibadətdir, deyir Peyğəmbər sallallahu aleyhi ve sellem. İbn Abbas radiyallahu anh sahabələrdən deyirdilər ki, dua ibadətdir, yəni dua ən əfsəl ibadətdir. Yəni, dua etməklə insan ən əfsəl ibadətə çatmış olur. Ona görə Allah Teala qulundan görmək istədiyi şeylərdən biri də qulunun ona yalvarmasıdır. Yəni, Allah Teala istəyir ki, səndən görsün ki, sən necə yalvarırsan ona. Yəni, Allah Teala sevir bunu öz qulunda görəndə. Allah Teala sevir ki, sən ona necə yalvarırsan və çox istəyir ki, sən ona dua edəsən. Ona görə buyurur ki, Allah Teala وَقَالَ رَبُّكُمُ دُعُونِي أَسْتَجِبْ لَكُمْ Rəbbiniz buyurdu ki, mənə dua edin, mən də sizin duanıza cavab verim. İnnəl-ləzīnə yəstəkbirunə ən duaihi Kim ki, Allaha dua etməyi özünə sığışdırmırsa, yəni kim ki Allaha dua etməyi özünə sığışdırmayıb, təkəbbürlü edib Allaha dua etmirsə, onlar cəhənnəmə daxil olacaqlar. Onlar cəhənnəmə daxil olacaqlar. Burada bir incə məqam burasındadır, qardaşlar.
insan Allaha dua etməməklə cəhənnəmə düşmək olur. Allaha dua etməyi özünə sığışdırmır insan. Bununla cəhənnəmi qazanmaq olursa, görün, Allahdan başqasına dua etmək nə qədər şiddətli bir şeydir. Aydın oldu məqam? Yəni, Allaha dua etmir insan. Halbuki dua Allaha olmalıdır. Allaha dua etməyən insan cəhənnəmə düşə bilirsə, görün, Allah qorusun, Allahdan başqasına dua edən insan necə? Allahdan başqasına dua edən ona görə layiqdir ki, əbədiyyən cəhənnəmdə qalsın. Ona görə duanın şəni böyükdür, qardaşlar. İnsan Allah qorusun 50 il ibadət edə, 50 il ixlasla Allah ibadət edir və ölümünə yaxın sonda bir kəlmə desə ki, ya Hüseyin, ya Ali və ya fərqi yoxdur, ya filan kəs, mənə övlad ver və ya hər hansı bir şey, bütün əməlləri zay olur. Bir dənə dua ilə bütün əməli zay olur və əbədiyyən cəhənnəmə gedir insan. Ona görə insan, yəni duanın mahiyyətini fikir verməlidir. Allah Teala qardaşlar sevir ki, səndən ona yalvarma halını görsün. Ona görə duanın qəbul olunmasının əlamətlərindən də biri odur ki, yəni insan necə bilə bilər ki və ya insan necə edə bilər ki, duası qəbul olsun. Ən böyük əlamətlərindən biri duanı çoxlu eləməkdir, qardaşlar. Yalvarmaq halına gəlsin, çatsın. Yəni insan Allahdan nəsə istəyəndə bir dəfə istəməsin. Misal üçün, bağışlanmaq istəyirsə, Allah məni bağışla, qutardı. Bir dəfə istəməsin. 10 dəfə, 15 dəfə, 20 dəfə. Niyə? Hətta yalvarmaq halı alsın deyə. Yəni, sənin duan, insan duanı çox edəndə artıq zəlilliyi çıxır üzə. O bir dəfədən sonra çıxmır üzə. Misal üçün, mən səndən bir şey istəyəndə, bir dəfə istəyəndə insan bezdirici olmur. Bir neçə dəfə istəyəndə səndən ki, ver mənə, artıq sən deyirsən ki, əl çək məndən, al bunu, verdim sənə. Yəni, insan o, haçın olur? 10-15 dəfədən sonra. Allahın misalı daha ucadır. Ona görə, yəni, insanlar çox istəyəndə bezir, amma Allah Taala'dan çox istəyəndə bir o qədər Allaha yaxın olursan. Yəni, vallahi, Allahın mülkü qutarmır, qardaşlar. Ona görə, insan, bütün birinci və sonuncu insanlar, hamısı yığılışsa və eyni anda Allahdan nəsə istəsələr, hərəsi bir şey, müxtəlif bir şey istəsələr və Allah Taala onların istəyini versə, hamısına Allahın mülkündən nəsə azalır, azalmır. Azalmır, qardaş. Peyğəmbər sallallahu aleyhi ve sellem misal çəkir ki, iynə bir dənizə salıb çıxardanda nə qədər su qaldırır? Heç nə, qardaş da deyir, bir o qədər də azalmır, deyir. Zərrə qədər də azalmır Allah Taala'nın mülkündən. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellemin çəkdiyi misallara fikir versə, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem bildirmək istəyib ki, Allahın mülkündən heç nə azalmır. Hamısının istədiklərini versə, yenə Allahdan heç nə azalmır. Ona görə, qardaşlar, insan namazdır, duadır və s. əməllərdir, etməlidir ki, izzətlənsin və Allah yanında hörmətli olsun. Vallahi, salih əməllər, qardaşlar, nə ki salih əməl var, nə ki itaətdir, səni yaxınlaşdırır Allaha bu dünyada və axirətdə sənin izzətindir, qardaşlar. Salih əməl, izzət, vallahi, bu dünyada fərq hiss olunur. O ki, qaldı axirətdə. Misal üçün, sən bir qardaş gedir meçidə. Bir qardaş gedir meçidə və yolda bir insan saxlayıb onu soruşur ki, hara gedirsən? Və sən başı dik, yəni başını yuxarı tutaraq, yəni heç bir eyb duymadan deyirsən ki, mən gedirəm meçidə Allahın evinə. Elə deyil. Heç bir utanmaq da olmur səndə. Mən gedirəm meçidə Allah'a ibadət etməyə. Rahatlıqla. Amma bir insan ki, nəuzu billahi min zəlik, gedir bara və ya fahişəxanalar hansınasa və yolda bir insan onu tutub saxlayanda, deyəndə ki, hara gedirsən? O başı dik, başı yuxarı sənə söyləyə bilərmi ki, mən gedirəm fahişəxanaya? Yox, qardaşlar. Heç var. Hətta bəziləri gizlənə gedir ki, yolda heç kim saxlamasın, ayıb da utanır. Elə deyil. Yəni, bu dünyada fərq hiss olunursa, yəni salih əməl izzətdir sənin üçün. Gör, axirətdəki fərq daha böyükdür, qardaşlar. Yəni, heç vaxtı əməl edənlə əməl etməyən bir ola bilməz, qardaşlar. Ona görə itaət bu dünyada izzətindir sənin. Allah Taala səni bu dünyada itaətindən izzətləndirir və qiyamət günü də sən Allaha yaxın olan insanlardan olacaqsan. Nə səbəbi ilə? İtaət etdiyin üçün. Ona görə insan daim çalışmalıdır ki, Allah Taala itaət eləsin. Daim, hətta xırda əməl olsa belə. Sən baxma əməl, bəzi qardaşlar, yəni naqisliklərdən elə hesab edirlər ki, və ya arzuluyurlar ki, həcc edin, ümrə edin və s. böyük əməllər. Və böyük əməllər arzusunu edir və arzusunda qalır. Nəticədə xırda əməllər tərk edir.
Yəni, insan baxmamalıdır. Yəni, sən, qardaş, ona görə Əli ibn Əbi Talib radiyallahu anhu deyirdi ki, İnnəllaha əxfəsnəteyni fisnəteyn. Allah Teala iki şeyin içərisində gizlədib. Allah Teala iki şeyin içərisində gizlədib. Allah Teala öz övliyalarını, qullarının içərisində gizlədib. Yəni, sən elə bir insanla qarşılaşa bilmərsən ki, deyəsən ki, bu Allahın dostudur. Heç vaxt. Yəni, sən qulların, insanların içərisində bilə bilmərsən ki, hansı daha çox Allaha yaxındır. Elə deyil. Haradan biləsən, qardaş? Heç vaxtı insan, hər kəsin öz Allahla arasında rabitəsi var, səmimiyyəti var, ixlası var. Yəni, zahirən dilənçi olsa belə, zahirən, yəni miskin olsa belə, sən bilə bilmərsən ki, onun məqamı Allah yanında hardadır. Ona görə Allah Teala öz övliyalarını, qullarının içərisində gizlədir. Və həmçinin Allah Teala ikinci gizlətdiyi şey, Allah Teala öz rizasını, razılığını əməllərin içərisində gizlədib. Yəni, sən bilmirsən ki, hansı əməldən sonra Allah səndən razı qalacaq. Aydın oldu? Yəni, sən bilmədiyin halda nə fərqi var, ümrə etdin, həcc etdin, cihad etdin və ya hansı başqa əməl etdin. Sən nə bilirsən hansından sonra Allah səndən razı olacaq. Ona görə xırda əməldə olsa belə, yüngül, aşağı bir əməl olsa belə sən etməlisən ki, bilmirsən Allah Teala'nın razılığı hardadır. Bəlkə sən elə adi duha namazını qılanda 2 rükət Allah Teala o namazdan sonra səndən razı qaldı. Nə bilərsən? Ona görə bu sənə öyrədir ki, nə qədər əməl varsa gərək heç birini tərk eləməyəsən. Xırdadır, asandır, yüngüldür deyə tərk eləməyəsən, qardaşlar. Allah Teala o əməllər ki, səni yaxınlaşdırır Allaha, mütləq onların hamısını eləmək lazım. Mütləq onların hamısını eləmək lazım. Və sonra yəni, insan Allahın yanında hörmətli olması üçün, qardaş, yəni, bu ən böyük məqamdır, qardaşlar. Ona görə bunu, yəni, qeyd edirəm ki, agah olasınız. Yəni, insan bu dünyada bundan böyük şey yoxdur. Allahın səni sevməsindən. Bütün mömin istəyir ki, Allah Teala'nın sevgisini əldə eləsin. Elə deyil. Hansımız istəmirik? Hamımız istəyirik. Allah Teala'nın sevgisinə nail olan insan, Allah, qiyamət günü o toxunmayacaq ona. Qiyamət günü o toxunmayacaq o insana ki, Allah Teala onu sevir. Deməli, iş belədirsə, sən bacardığın qədər çalışmalısan ki, axtarasan Allahın sevgisi hardadır, Allah nəyi sevir? Ona görə qeyd etdiyim ki, Allahın sevgisi o insanın üzərindədir ki, Allah Teala sevir o insanı ki, o insanın zəllilliyi, möhtacılığı daha çox çıxır üzər. Zəllilliyi, möhtacılığı daha çox çıxır üzər. Allah Teala o insanları sevir. Allah Teala baxır qullarına və hansı Allaha, aleykümsalam, daha çox ehtiyacını bildirirsə, çıxardırsa, o Allah yanında ən hörmətli insandır. Və Allah sevgisini, Allah Teala'nın sevgisini əldə eləmək üçün, qardaşlar, ən böyük məqam bu dünyada Allahla sadiq olmaqdır. Aşkarda və xəlvətdə. Aşkarda və xəlvətdə Allahla sadiq olmaq. Ona görə Allah Teala möminlərə xitab edərək buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu ittəqullaha və kunu mə'as-sadiqin. Ey iman gətirənlər, ittəqullah, Allahdan qorxun və kunu mə'as-sadiqin və sadiqlərdən olun. Yəni, sadiqlərdən olun kəlməsi. Ona görə sələflərdən biri buyurur ki, Allah Teala Quranda tək bu ayəni nazil etsəydi, bəs edərdi bizə. Tək bu ayəni nazil etsəydi, bəs edərdi bizə. Yəni, qiyamət günü nicat tapanlar sadiqlər olacaq. Bax, bu sadiqlik, yəni səmimiyyət, münafiqlik yox, sadiqlik məhz sənlə münafiqi ayırır. Müsəlmanla münafiqi ayıran sadiqlikdir. Yəni, insan sadiq ola bilər, qardaşlar, cəmaat içərisində, aşkarda baxırsan ki, sadiqdir, cəmaat namazına gedir və s. Yəni, qardaşların içərisindədir. Amma ən çətin məqam hansıdır? Xəlvətdə sadiq olmaq. Görürsən, insan, sigaret çəkməyən insan, qardaşlar içərisində çəkmir, xəlvətdə qalanda çəkir. Nə yoxdur? Sadiqlik yoxdur Allahla. Ən çox həya olunmağa layiq olan gərək Allahdan həya. Allah Teala daha çox layiqdir ki, ondan həya olunsun. Elə deyil, qardaşlar. Yəni, sən kimdənsə həya edib, hansısa günahı eləmirsənsə, amma Allahdan həya etmirsənsə, vallahi müsibətdir, qardaşlar. Müsibət. Ona görə insan aşkarda deyil, xəlvətdə, yəni kim öz məqamını, yəni Allah yanında məqamı hardadır, bilmək istəyirsə, nəyə baxmalıdır? Xəlvətdə Allahla sadiqliyinə. Xəlvətdə Allahla sadiqliyinə. Bax, belə sənin ixlasın ölçülür. Yəni, insan baxırsan ki, xəlvəti yoxdur, əvuzbillah, yoxdur xəlvəti. Xəlvətdə heç eləməyib.
Nə edir? Aşkarda eləyir. Və ya xəlvəti bərbaddır. Xəlvəti bərbaddır. Söyüş söymür cəmaat içərisində, xəlvətdə qalanda söyüş söyür. Və ya misal üçün, günah eləmir cəmaat içərisində, xəlvətdə qalanda günah edir. Yəni, insan, yəni qardaşlar, həya, yəni Allahdan həya eləmək daha layiqdir. Allahdan həya eləmək. Ona görə bu insan, xəlvətdə sadiq olmayan insan, Allahı tanımayan insandır. Ona görə Allahı tanıyan insan, həqiqi mənada Allahı tanıyan insan, təklikdə də qalanda mütləq və mütləq özünü yığışdırar. Nəyə görə? Çünki sən heç kimin gözündə yaxşı olmağa çalışma, qardaş. Heç kimin gözündə. Yəni, bəzilərimiz filan kəsin yanında yaxşı olmaq istəyirik, filan kəsin yanında söyüş söymürük, filan kəsin yanında yığışdırırıq özümüzü. Yəni, Allah yanında yaxşı olmaq lazımdır. Allahın gözündən düşən insan həlak olacaq qiyamət günü. Ona görə sənin bütün rəğbətin, bütün istəyin Allaha təzim eləmək olmalıdır. Yəni, xəlvətdə olanda asilik eləmə Allaha. Xəlvətdə olanda asilik eləmə, qardaşlar. Mən daim misal çəkirəm. İnsan necə bilə bilər ki, xəlvətində səmimidir, necə bilə bilər ki, ixlaslıdır Rəbbinlə. Misal üçün, gedirsən maşındasan və maşını sürürsən və arxada da oturub qardaşlar və yolda bir naməhrəm qadın keçdi qarşından və sən qardaşlardan utandın, baxmadın ona. Ayıbdır. Nə deyərlər sənə? Elə deyil. Utandığından baxmadın və sonra gələn dəfə tək gedəndə maşında yoldan naməhrəm qadın keçəndə baxdın, ələm çönüb, arxasınca da baxdın ona. Heç kim yoxdur axı. Xəlvətdəsən. Bu məqamda sənin Allaha olan imanın çıxır üzə, qardaşlar. Bu məqamda sənin Allaha olan ixlasın çıxır üzə. Var, yoxdur. O məqamda insan bilir. Yoxsa cəmaat içərisində ibadət eləmək asandır. Misal üçün, ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem bildirirdi ki, münafiqlərə ən ağır gələn namaz sübh namazının işə namazıdır. Yəni, sübh namazı, yuxunun şirin vaxtı kim istəyər qalxıb gəlsin meçidə? Salih, sadiq, ixlaslı olan insanlar, xuşulu olan insanlar istəyər. Münafiqlər istəməz. Ona görə sübh namazına iştirak eləmirdilər. İşə namazına iştirak eləmirdilər. Ona görə insan bilmək istəsə ki, bəzən görürsən, qardaşlar eşidir ki, yəni bu ixlasın əlamətidir. Yəni əgər bu ixlasdırsa, mən eləyərəm bunu. Nə var, eləyərəm. Və Allahdan istəyir bunu. Allah Teala bunu imtihan eləsin bu əməllə. Və görürsən ki, sözdə asandır, qardaşlar. Sözdə çox bunu asandır işləmək ki, mən bu imtihana düşsəm, çıxaram oradan. Lakin nə qədər insanlar olub ki, Allahdan istəyiblər, o məqama çatıblar, həll edə bilməyiblər, naməhrəmə baxırlar, qardaşlar. Yəni, insan haçan hiss edir ki, ümumiyyətlə hiss edəndə ki, filan əməli etmək çətindir, eləmək olmur, bil ki, o əməl səni daha çox yaxınlaşdırır Allaha. Ona görə Sufyan Səvri rahiməhullah tabinlərdən deyərdi ki, əgər bilmək istəsən ki, Allah yanında ən çox savabı olan əməl hansıdır? Yəni, ən çox savab gətirən əməl hansıdır? Bax, gör, nəfsivə ən ağır olan əməl hansıdır? Hansı əməl ki, sənin nəfsivə ağır gəlib, eləmək olmur, bil ki, Allah yanında ən çox savab əldə edən əməldir bu. Misal üçün, sübh namazına gəlmək çox ağırdır. Gecə namazına oyanmaq ağır deyil. Ağırdır, qardaşlar. Nəyə görə? Çünki orada aşkar insan yoxdur ki, sən özünü orada görsədəsən ona. Sən axşam oyanmışsan, 2 saat 3-dür, oyanmışsan, namaz qılmaq istəyirsən. Heç bir nəfs istəmir bunu. Yuxunun şirin vaxtı oyanmaq istəmir adam. Amma sənin yuxudan oyanmağa səbəb, səni yuxudan qaldıran səbəb, səni yuxudan qalxıb gedib dəstəmaz almağına səbəb, yəni bir də nə olur? Heç kim olmur səndə. Hamı yatıb, səbəb birdir. Allah Taala'nın razılığı. Qalxım ibadət edim ki, Allah Taala'ya yaxın olum. Və sənin bu əməlin birbaşa sənin ixlasına dəlalət edir deyə bunu eləmək olmur. Bunu eləmək olmur. Ona görə kim ki gecə qalxıb ibadət edir, yəni o ən şərəfli əməllərdən eləyir. Ən şərəfli əməllərdən eləyir. Yəni Allah Taala'ya ən çox yaxın olan əməldir bu. Və insan beləcə ayırır. Yəni hansı əməl daha çox yaxındır Allaha və hansı əməl səni Allahdan uzaqlaşdırır. Ona görə insan bacardığı qədər qardaşlar itaat çox eləməli və günahlardan uzaq olmalıdır. Və sonra yəni insan necə Allah yanında yəni hörmətli və Allaha yaxın ola bilər, dünyanı sevməməklə qardaşlar. Yəni insan yəni hər birimiz yəni işləyirik, övlad var dövlət, ruzi dalınca çıxırıq. Lakin insanın qəlbi qardaşlar gərək mütləq və mütləq Allah'a zikirdən yaşasın. Nə işləsən də, harda olsan da, nə işin dalınca getsən də,
mütləq gərək dilin Allah Taala'nı zikr etməkdən dayanmasın. İnsan dünyaya bağlananda artıq zikri də unudur, ahirəti də unudur və s. hər şeyi unudur. Yəni bir şeyi yadda saxla ki, Allah Taala Quran-ı Kərimdə dünyanı məzəmmətləyib qardaşlar. Yəni dünyanı o qədər pisləyib ki və bildirib ki sənə bu dünyanın arxasınca getmək olmaz. Bu dünyada olanlar hamısı bərbəzəydir, hamısı yəni bu dünyanın naz neməti fanidir, gedəndir qardaşlar. Ona görə yəni yox olan bir şeyin ardınca ağıllı insan getməz qardaşlar. O şey ki baqidir, o şey ki yəni əbədiyyən qalandır, yəni ağıllı insan əbədi şeyi müvəqqəti ləzzətə dəyişməz qardaşlar. Ona görə yəni kim ki dünyaya bağlıdır, necə hiss eləyir? Yəni necə hiss eləmək olar ki, mən dünyaya bağlıyam, yoxsa dünyaya bağlı deyiləm? Bu çox asandır. Bax, əgər 24 saat ərzində sənin məşğuliyyətin axirətdən çoxdur, yoxsa dünya ilə. Və belə fərq çıxır üzə qardaşlar. Baxırsan, öz həyatı, hər kəs öz həyatını gedişatına bələddir. Baxırsan ki, sənin axirətlə məşğuliyyətin daha çoxdur, yoxsa dünya ilə məşğuliyyətin. İndiki müsəlmanlara baxanda dünya ilə məşğuliyyət daha çoxdur. Baxırsan ki, yəni 24 saatını, 18 saatını, 15 saatını, 10 saatını dünya ilə məşğul olur. Allaha axirətlə məşğul olmaq qalmır orada heç nə. Və qalır 2-3 saat vaxtı qalır, gedir onda yatır qardaşlar, dincəlir. Və belə nəticədə baxırsan ki, bir həftə ərzində bir dəfə Quran oxumayıb. Baxırsan ki, bir həftə ərzində yəni Allaha yaxınlaşdıran əməlləri çox azdır. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem dua eləyirdi ki, Allahümmə lə təcəli dünya əkbərə həmminə. Peyğəmbər sallallahu aleyhi ve sellem duasıydı. Ey Allahım, dünyanı mənim üçün yəni dərd eləmə. Yəni mənim dərdim qoy, dünya dərdi olmasın. Yəni insan bəzən çox təəssüflər olsun ki, müsəlmanlar bugün yəni 15 manat var gündəlik. Səhərsi gün 10 manat olanda dərdə düşür. Və ya misal üçün indi hal-hazırda bu nemət var, yox olanda dərdə düşür. Və ya misal üçün lab bədbəxtçilik orasındadır ki, bugün hansısa futbol komandası Barcelona uduzdu, uduzanda da insan dərdə düşür. İndiki müsəlmanlar, cavanlar dərdə düşürlər. Hətta vallahi bəzən qardaşlar gecə yata bilmirlər dəhşətdən, narahatdır. Uduzub istədiyi komanda. Yəni bunun dərdinə, bunun himməsinə baxsan, müsəlmanın himməsinə bax. Yəni belə qardaşlar, yəni Allaha yaxın olmaq olmur. İnsanın himməsi. Sənin dərdin axırıncı dəfə haçan dərdin olub ki, bugün sübh namazına qalxıb gedə bilməmişəm, narahat içindəsən. Heç vaxtı qardaşlar. Heç vaxt olmayıb səndə. Bugün Quran az oxudum. Yəni səni axirətlə, axirət dərdi bu olmalıdır. Dünya dərdi isə bu. Ona görə insan, indiki müsəlmanlar narahat olmur. Misal üçün, axirətdən nəysə itirəndə, amma dünyadan hansısa bir pay itirəndə görürsən sıxıntı, üzülür. Yəni əldə etməliydim, əldə edəmədim. Amma axirətlə, misal üçün, bugün sübh namazına iştirak eləməliydim, eləmədimsə, heç ruhu da incimir. Ruhu da incimir. Misal üçün, işə namazına gəlməyəndə ruhu da incimir. Yəni, hansısa fərz namazları, dünya onu saxlayanda fərz namazlarının ruhu da incimir, qardaşlar. Ona görə Allah təbaraka və teala bizə öz mübarək kitabında bildirib, Yə eyyuhəl-ləzīnə əmənu, lə tulhikum əmvalukum və lə əvladukum an zikrillah. Ey iman gətirənlər, sizin övladınız var, dövlətiniz sizi Allaha zikirdən yayındırmasın. Nə badə? Allaha zikirdən bütün təfsir alimləri bildirib ki, yəni 5 vaxt namazdan yayındırmasın sizi. 5 vaxt namazdan yayındırmasın. Amma indiki işlər, indiki dünya işləri elə qurulub ki, səni 5 vaxt namazlardan yayındırır. Görürsən, naqisliklərdən hansısa bir qardaş işə namazı vaxtı uşağını parkda gəzdirir. Övlad yayındırdı, yayındırmadı səni fərzə. Yayındırdı. Ona görə insan qardaşlar bu dünyada Allah Taala'nın istəyini, Allahın istəyini hər şeydən qabağa çəkməlidir. Öz nəfsi istəklərindən qabağa çəkməlidir. Birinci qoy Allah Taala'nın istəyi olsun. Ondan sonra ona görə Peyğəmbər Allah Təbaraka və Teala buyurur ki: "Ya eyyuhellezine amenu la tuqaddimu beyne yedeyillahi və rasulih." Ey iman gətirənlər, Allahdan və Rəsulundan qabağa keçməyin. Ona görə, yəni Allahın və Rəsulunun istəyini başqa şeylərdən arxaya salma ikinci növbəyə. İlk növbədə, birinci növbədə qoy Allah və Rəsulunun istəyi olsun. Ondan sonra öz planları və öz nəfsi istəkləri eləyərsən. Aydındır? Ona görə dünyaya bel bağlamaq, qardaşlar, dünyaya bel bağlamaq bildirib Allah Teala innəməl hayatud dunya la'ibun və lahu.
Həqiqətən dünya həyatı oyun oyuncaqdan başqa bir şey deyil. Ona görə dünyaya bağlı olan insan axirətdən uzaq olan insandır. Ona görə sələflərdən biri deyərdi ki, o qəlbdə ki, dünya sevgisi var, ora Allah sevgisi girə bilmir. Yəni, bir qəlbdə ikisi də yerləşə bilmir, qardaşlar. Ya sən Allahı sevməlisən, ya da dünyanı sevməlisən. Yəni, indiki müsəlmanlar, yəni, çox təəssüflər olsun ki, yəni, dünya sevgisi daha çoxdur. Hardan aşkar olur? Əməllərindən, həyatdan, hamısı aydındır. Yəni, dünyanın dalınca daha çox axırıq. Dünyanın dalınca, yəni, daha çox sövq edirik nəinki axirətdən. Ona görə, qardaşlar, insan əgər Allahın məhəbbətini istəyirsə, mütləq Allah Taala'nın əmrlərinə tabi olmalıdır və onun nəhy etdiyi şeylərdən çəkinməlidir, uzaq olmalıdır. Və sonra, yəni, Allahın səndə görmək istədiyi ən böyük əməllərdən Allah haqqında daima, qardaşlar, Allah haqqında daima gözəl zəndə olmalısan. Yəni, sən möminsən, biz möminik, qardaşlar, müsəlmanıq. Bilirik ki, nə baş verirsə həyatda hamısını edən Allah Taala'dır. Elə deyil. Bu etiqadımızdır bizim. Bu bizim etiqadımızdır ki, nə baş verirsə edən, idarə edən Allah Taala'dır. Deməli, əgər Allahdırsa hər şeyi idarə edən, nə badə hansısa dünyada baş verən şeyə etiraz edəsən, qardaşlar. Kimə etiraz edirsən? Allaha. Ona görə, yəni Allah Taala misal üçün sənə sevimli övlad veribsə, övlad bəxş edən Allahdır. Allah Taala veribsə və bir vaxt sənin sevdiyin övladı və əlindən alıbsa, sən nə badə Allaha şikayət eləyəsən? Niyə aldın, almamalıydın? Və etirazlar nə badə? Edən, öldürən, həyat verən Allahdır, qardaşlar. Ona görə insan daim gərək müsəlman Allah haqqında husn-u zəndə ola, hər şey edən Allahdır, qardaşlar. Nə badə suizən eləyəsən Allaha. Pis zəndə olasan, misal üçün, ruzi verən Allahdır. Yedizdirən Allahdır, içizdirən Allahdır. Əgər iş belədirsə, yedizdirən, içizdirən Allahdırsa, bugün ruzim var, sevinirəm, deyirəm ki, ruzi verən Allahdır, həmd edirəm, sabah ruzi kəsiləndə Allaha şikayət etməyəsən. Ruzi verən Allah idi, saxlayan da Allahdır. Bəzən Allah Taala insanın ruzisini gecikdirir. Lakin insan Rəbbi barəsində suizən nedir? Gedir görürsən, haram əl atır, faizə əl atır. Ruzim deyir ki, ruzim biraz daralıb, yoxdur ruzi deyir. Və gedir haramla başlayır ruzi əldə eləməyə. Nəyə görə? Rəbbi tanımır ki, yəni insanın Rəbbi, Rəzzaq Allahdır, ruzi verən Allahdır. Ona görə insan heç vaxt gedək Allah haqqında suizəndə olmasın, qardaşlar. Və sonra, yəni ən böyük fəlakətlərdən biri, yəni həlak olmağın əlamətlərindən biri, qardaşlar, yəni bunun da yəni sonuncu, yəni bunu xatırladım inşallah, bu dünyada ən böyük bəla, qardaşlar, ən böyük cərimə, ən böyük bəla Allaha cürət etməkdir, qardaşlar. Allaha cürət etməkdir. Yəni, açıqlayayım, izah edəcəm, aydın olacaq inşallah. Necə insan Allaha cürət edə bilər? İnsan, misal üçün, Firon bilirdi ki, məxluqdur. Elə deyil. O bilirdi ki, Allah deyil. Bilirdi ki, yaradımlıq. Yəni, haçansa yox idi, var olub bu. Lakin bunu bilə-bilə Firon deyirdi ki, ənə rabbukumul ə'lə. Mən sizin uca Rəbbinizəm. Bax, bu Allaha cürət eləməkdir. Yəni, insan bilə-bilə Allaha cürət edir. Yəni, bilə-bilə Allaha cürət eləmək. İnsan, misal üçün, evdən çıxır və niyyət eləyib ki, gedirəm filan günahın dalınca. Niyyət eləyib ki, gedirəm filan günahı etməyə. Niyyətlənib evdə. Və Allah Taala evdən çıxanda bunun xatirinə salır, yadına salır ki, Allahın nəzarətindəyəm. Yəni, bəzən insan günah edəndə unudur, qardaşlar. Günahdan sonra xatırlayır ki, Allah Taala mənə baxırdı. Görürdü Allah Taala. Olur, olmur. Olur, qardaşlar. İnsan günah edəndən sonra ayılır. Əstəğfirullah eləyir. Və bəzən də insan günah etməmişdən qabaq Allah Taala bunun yadına salır ki, o səmiundur və basirundur. Görür və eşidir. Və bu yadına düşəndən sonra o niyyətindən qalmır. Niyyətini saxlamır. Yəni, əslində saxlamalıydı. Lakin saxlamır, çıxır evdən. Və gedir günahın dalınca. Və oturur maşına, misal üçün. Oturur maşına və maşında da yenə bu insan xatirinə gəlir ki, Allah Taala sənə baxır. Səni görür aləmlərin Rəbbi. Yəni, bu da saxlamır bunu. Yenə gedir o günahın ardınca. Və belə Allaha cürət edir, qardaşlar. Yəni, artıq bu həlak olmağın əlamətidir. Həlak olmağın, yəni səni artıq heç sən saxlamır o günahdan. Var
Bu cür günah eləmək var, misal üçün, sən niyyət eləmirsən, gedirsən məscidə misal üçün, hansısa bir xeyir məclisə və evdən çıxanda sığınmırsan Allaha, Bismillah, təvəqqaltu aləllah və la havlə və la quvvətə illə billə zikirlər eləmirsən, çıxmırsan və yolda hansısa bir günahla qarşılaşırsan. Hansısa bir günahla qarşılaşdın. Niyyət eləməmişdin. Sən gedirdin xeyir məclisinə. Yolda günahla qarşılaşanda artıq Allah Taala sən evdə zikirləri etdiyin üçün, salih niyyətdə olduğun üçün həmin məqamda sənə Allahın rəhməti gəlir, məğfirəti gəlir, əfvi gəlir və sən o günahı eləmirsən. O günahdan Allah Taala səni hifz eləyir. Lakin sən Allah qorusun evdən çıxanda niyyət eləmirsən ki, mən gedirəm filan günahın ardınca, bu tam başqa şeydir. Bu Allah Taala cürət eləməkdir, qardaşlar. Bu həlak olmağın əlamətidir. Ona görə insan necə bilə bilər ki, və daima dərslərdə qeyd etmişəm ki, necə bilə bilər ki, insan qəlbi sərtləşib, meyyitdir, qəlbi ölüdür, baxsın gecə yatağa, yəni başını qoyanda insan əgər niyyət eləsə ki, sübh namazına oyanmayacam, qətiyyən qərar versə, artıq bilsin ki, onun qəlbi meyyitdir, ölü qəlb sahibidir o insan. Və insan günah edirsə, yəni niyyət edirsə ki, sabahları filan günah məclisində filan günah eləyəcəm. Bax, bu qardaşlar həlak olmağın əlamətidir. Yəni, heç vaxtı, ona görə qardaşlar, gecəliyəndə salih niyyətlə gecələ. Və səhərləyəndə də, səhər açılanda da niyyətin qoy salih olsun, qardaşlar. Əgər niyyətin salih olsa, sonradan nəsə, yəni niyyətin qarışsa, sonradan nəsə gəlsə, Allah təbarəkə və teala inşallah ki, səni hifz eləyir. Yəni, səni hifz eləyir. Ona görə insan, müsəlmanın qalası, qardaşlar, duadır, zikirdir. Ona görə, baxın, kitabın adına müsəlmanın qalası, yəni zikir səni saxlayır. Yəni, elə bir qaladır. İnsan günah eləmir. Yəni, evə girəndə, misal üçün, evdən çıxanda, ayaq yoluna girəndə, çıxanda, ümumiyyətlə, bütün halında zikirlə yaşayan insan, oturub duran insan, uzanan insana, yəni, şeytan vəsvəsə edə bilmir, qardaşlar. Şeytan onu öz toruna sala bilmir. Və sonda, nəsiyyət edirəm, qardaşlar, ilk növbədə özümə məsələm hər birinizə ki, Həsən el-Basri rahiməhullah deyərdi ki, Allah Taalanın qulundan üz döndərməsinin əlaməti, yəni, necə bilə bilərsən ki, Allah Taala filan kəsdən üz döndərib? Əlaməti var, böyük əlaməti var. Əlaməti ona özünə aid olmayan şeylərlə məşğul etdirməsidir. Və ilk növbədə özümə sorum, hər bizi nəsiyyət edirəm ki, nə ki bizim üzərimizə düşüb, nə ki bizə aiddir, gərək onu eləyək həyatda. Nə ki bizə aid deyil, nə ki sənə aid deyil, qardaş, ona baş vurma. Yoxsa Allahın rəhmətindən uzaq olacaqsan. Allahın rəhmətindən uzaq olacaqsan. Bu dünyada belə bir kimsə ilə qarşılaşa bilmərsən ki, onun, hətta validey, hətta anan, onun rəhməti sənin Allaha sənə olan rəhmətindən çox olsun. Var elə bir insan, elə bir insan yoxdur. Yoxdur, qardaş. Hətta ana, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, Allahın quluna olan rəhməti valideynin övladına olan rəhmətindən daha çoxdur. Ona görə sələflərdən biri deyərdi ki, əgər qiyamət günü mənə seçim verilsə ki, sənin Rəbbin hesaba çəksin, yoxsa valideynim, deyərdim ki, mənim Rəbbim hesaba çəksin, çünki Rəbbim mənə valideynimdən daha rəhimlidir. Yəni, bir insanın valideyni onu hesaba çəksə, cəhənnəmə atar, atmaz. Atmaz, ana öz övladını atar cəhənnəmə. Atmaz, hesaba çəksə, öz övladıdır. Lakin insan deyir, mən bunu istəmirəm. İstəyirəm ki, Rəbbim mənə hesaba çəksin. Çünki Rəbbimin rəhməti mənə anamın rəhmətindən daha çoxdur. Yəni, insan, yenə deyirəm, qardaşlar, belə bir kəs yoxdur ki, onunla qarşılaşasan, onun rəhməti sənə Allahın rəhmətindən daha çox olsun. Ona görə ən bədbaxt insan odur ki, qiyamət günü Allahla qarşılaşır və ona rəhm olunmur. Fikir verin, Ərhamur Rahimin olan Allahdır, elə deyil. Ən rəhimlər rəhimlisi də Allah. Ərhamur Rahimin olan Allahla qarşılaşırsan qiyamət günü, amma sənə rəhm olunmur, atılırsan cəhənnəmə. Bu bədbaxt olan insandır. Ona görə Allahın rəhmətini əldə eləmək üçün, qardaşlar, Allah qiyamət günü Allahla qarşılaşdığın vaxt istəyirsənsə sənə rəhm olunsun, nə etməlisən? Deyir Allah Teala, İnnə rəhmətəllahi qaribun minəl muhsinin. Allah Teala rəhməti muhsinlərə daha yaxındır. Fikir verin, Allahın rəhməti muhsinlərə yaxındır. Muhsin olmalısan ki, Allah Teala rəhməti olsun sənə. Sual verirsə ki, nədir muhsin? Necə muhsin olmaq olar?
Muhsin sözünün iki vəsfi var. Yəni, iki vəsf olsa sən artıq muhsinlərdənsən. Birincisi, sən öz qəlbində Allah Taala'nı təzim eləməlisən. Əzəmətli tutmalısan. Daima Allahı haqqına təzim edən insan ona asi olmaz. Allahı haqqına təzim edən insan ona asi olmaz. Yəni, sən bilsən ki, Rəbbin kimdir? Allah Taala əzəmətlidir. Yəni, ona qarşı çıxmaq olmaz. Yəni, gərək günah, Allaha asi olmayasan, qardaşlar. Ona görə sələflərdən birindən soruşurlar ki, gəlib, deyirlər ki, bəs günah eləmək istəyirəm, neyniyim? Soruşur ki, günah eləmək istəyirəm, neyniyim? Deyir ki, günah eləmək sənə caizdir. İcazəlidir, əgər iki şey olsa. Yəni, iki şey olsa, get günah elə istədiyin kimi. Deyir, yaxşı, nədir o şey? Eləyim məni. Asi olmaq istəyirəm, günah eləmək istəyirəm. Deyir ki, get günahıvı elə yerdə elə ki, qoy səni Allah görməsin. Orada elə get. Allahdan uzaq. Var elə bir yer, qardaşlar. Yoxdur. Və ya ikinci deyir ki, yaxşı, bunu eləyən birsənsə, get elə bir yerdə elə ki, o yer sənin olsun. Allahın yerində eləmə. Mülk sənin olsun. Get, müstəqil. Bu yer sənindir, get orada. Nə qədər sən asili elə. Var elə bir yer. Bütün mülk Allahındır, qardaşlar. Yer, göy, hamısının sahibi Allahdır. Sən Allahın mülkündə Allaha asi olursan. Allah Taala sənin ayağına döşüyüb yeri, gəzirsən o yerin üzərində və Allah Taala səni yaşadır, yedizdirir, içizdirir, əzəmətli olan Allah və sən Allaha asi olursan. Yəni, insan bunu eləməməlidir, qardaşlar. Asi olmamalıdır Allaha. Ona görə insan Rəbbini təzim etsə, haqqını təzim etsə, Allaha asi olmayacaq. Birincisi, muhsinin vəsfi Allah təzim eləmək. İkincisi də Allah Taalanın ehtiyaclı olan qullarına ehsan eləməkdir. Yəni, əgər bir miskin insan görsən, ehtiyacsız insan, yəni ac, yoxsul insan görsən, ona ehsan eləmək muhsinin ikinci sifətlərindəndir. Ona görə Allah Taala'nın rəhməti muhsinlərə daha yaxındır. Və qardaşlar, yəni ilk növbədə özümə nəsihət edirəm ki, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm bu iki hədisə əməl edək. Bu iki hədisi kim Peyğəmbər sallallahu əleyhi və səlləmin bu iki qeyd edəcəyim hədisi əməl etsə, bu dünyada və axirətdə nicat tapması üçün ən böyük səbəblərdəndir. Birinci hədis Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Mən kana yu'minu billahi və yawmil axir falyaqul xeyran aw liyasmut." Sizdən hər kim Allaha və axirət gününə inanırsa, xeyir danışsın ya da sussun. Yəni xeyir danışa bilmirsənsə susmalısan, qardaş. Bax, bu Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisini unutma və daim əməl elə. Və ikinci Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Min husnul islamil mar tərkuhu ma la ya'ni." Müsəlmanın gözəlliyi, müsəlman kəsin gözəlliyi ondadır ki, yəni sənin gözəlliyindəndir ki, özünə aid olmayan şeylərə qarışmırsan. Özünə aid olmayan şeylərə qarışmayan insan gözəl insandır. Kim ki özünə aid olmayan şeylərə qarışırsa, o çirkin insandır. Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisinə əsasən. Əgər bu iki hədisi əməl etsək, bu dünyada və axirətdə nicata çatmaq üçün ən böyük səbəblərdəndir. Və bununla kifayətlənirəm, qardaşlar. Yəni Allahdan istəyirəm, yəni eşidənlər üçün faydalı etsin. Və sallallahu alə nəbiyyinə Muhammed və alə alihi və sahbihi əcmaîn. İxlasla.com saytı tərəfindən təqdim olundu.